Salam dəyərli izləyicilər, əziz məktəblilər, abituriyentlər. Bugün sizlərə heca, vurğu və ahəng qanununa danışacağam. Dedim ki, bunu da bir ayrıca mövzu kimi çəkim, paylaşım. Deməli, ahəng qanunu bizim dilimizdə nəyə deyilir? Sözdə qalın və incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Bizə nə lazımdır? Əsasən qalın və incə saitlər. Qalın saitlər A, I, O və U saitlərdir. İncə saitlər isə bunların əksinə olaraq burada olmayanlar olacaq. Ə, I, Ö və Ü saitləri. Deməli, biz bilməliyik ki, ahəng qanununa tabe olan sözlər necə olmalıdır? Ya həmin sözdə ancaq qalın saitlərdən ibarət olmalıdır həmin söz, ya da həmin söz sadəcə incə saitlərdən ibarət olmalıdır. Həm qalın, həm incə sait olsa bir sözdə, orada artıq ahəng qanunundan söhbət gedə bilməz. Elə götürək ahəng sözünün özünü. Ahəng sözündə görürsünüz ki, həm ə var, həm də a var. Deməli, bu qalın saitdir, bu isə incə saitdir. Burada deməli, ahəng qanunu pozulmuşdur. Qanunu pozulub. Amma mən bir başqa bir misal çəksəm, qaranlıqdakılar, qaranlıq və yaxud da elə qaranlıqdakılar. Qaranlıqdakılar sözündə görürsünüz A qalındı, A qalındı, I qalındı, A qalındı, I qalındı və yenə də A qalındı. Görürsünüz, hər biri qalın saitlərdən ibarətdir. Ona görə də burada ahəng qanunu artıq riayət olunub deyə bilərik. Ahəng qanununun pozulduğu sözlər milli sözlərimiz deyil. Milli sözlərimizin içərisində ahəng qanununa tabe olmayan istisna sözlərimiz var. Bilirik ki, istisnasız qayda yoxdur. Məsələn, deyirəm ilan. Daha sonra var inam, işıq. Mən bir müəyyən qismini yazacağım. Və yaxud da ola bilər ilıq, ilıq, işartı, ilxı. Daha sonra ola bilər məsələn işıldanmaq, inanmaq, quzey, gedişat, islak, inam ola bilər, elat ola bilər, ilğam ola bilər, ildırım ola bilər. Bunların hər birini yazmalısınız. Yəni mən dediklərimin hər birini götürüb yazsaz daha yaxşı olar. İlıq ola bilər, ilxı ola bilər, tikan ola bilər, sanki ola bilər. Bunların hamısını əzbərlədiyimizdə biz biləcəyik ki, bunlar bizim dilimizdədir, öz dilimizin sözləridir. Amma yenə də ahəng qanununa tabe deyil. Niyə görə? İ incədir, məsələn, A qalındır. Ona görə ahəng qanununa tabeliyi yoxdur. Daha çox bir cür yazılan şəkilçilərin əksəriyyəti də ahəng qanununa tabe olmur. Vətəndaş sözündə görürsünüz, daş bir növ yazılan, bir cür yazılan şəkilçidir. Amma həmin söz nə oldu? Ahəng qanununa tabe olmadı. Daha sonra deyə bilərəm cəfa, keş. Keş şəkilçisi də bir cür yazılır, amma cəfakeş sözünü artırdığımızda görürsünüz ki, ahəng qanununa tabeliyi yoxdur. Belə ahəng qanunundan bu qədər. İndi danışaq heyecamızdan. İndi öyrəndiklərimizi testlər üzərində tətbiq edək. Hansı sözdə ahəng qanunu gözlənilmişdir deyir. Mən dedim ki, bir sözdə ahəng qanunun gözlənilməsi üçün ya bir sözdə ancaq qalın saitlər olmalıdır, ya da incə saitlər olmalıdır. Hər ikisi olarsa, artıq bu zaman ahəng qanunu pozulmuşdur deməkdir. A variantında çalışqan sözündə A-dır, I-dır və A saitlərdir. Bunların hər biri qalın sait olduğu üçün ahəng qanunu gözlənilir. Ona görə birinci sualda cavabımız A variantı olmuş olacaq. Digərinə baxsaq, B variantında süvari sözün Ü saiti incədir, A saiti qalındır və İ saiti yenə də incə olduğuna görə B variantını atmış olacam. C variantında məlahət sözündə Ə incədir, A qalındır, Ə yenə də incədir, qalın incə var deyə, ona görə də burada C-ni atmış olacam, digərlərdə həmçinin. Ahəng qanuna tabe olmayan sözlər cərgəsini müəyyənləşdirin deyir. Vəfalı sözündə görürsünüz ki, həm Ə var, həm A var, ona görə onu götürə bilərəm. Ecidliklər sözündə isə ancaq incə saitlər olduğu üçün A-nı atıram. Daha sonra sakitlik, meşədə qarşıdakı sözləri. Sakitlik sözündə həm A var, həm də İ-lər var. Ona görə də bu ahəng qanununa tabe deyil. B-də sakitlik sözünü götürə bilərəm. Meşədə sözündə isə hər bir sait incə olduğu üçün B variantını atmış olacam. Şəhərlilər sözündə hər biri incədir və ahəng qanununa tabe olduğu üçün C variantını atacam. Əgər bir söz belə bizim şərtə uymursa, o variantı atmalıyam.
Dünyada Ü və A incə qalındır, bəli, ahəng qanuna tabe deyil. Sahibkarlıq sözündə də A, İ saitləri var. Biri qalın, digəri incədir, ona görə ahəng qanuna tabe deyil. Dənizçilər sözü isə bizim şərtə uymur, çünki hər biri incədir, ona görə D-ni də atıram. Qəhrəman sözündə həm Ə var, həm A var, ona görə Y-ni də qəhrəmanı götürə bilərəm. Kitabxana sözündə həm İ var, incə, həm də A qalın olduğu üçün götürə bilirəm. İradə sözündə də həm İ, həm A, həm də Ə incə, qalın olduğu üçün, ahəng qanuna tabe olmadığı üçün Y-ni götürə bilirəm cavab kimi. Daha sonra hansı sözlər ahəng qanuna tabe deyil? Dünən sözündə görürsünüz ki, ahəng qanununa tabedir, çünki ancaq incə saitlərdir. Bir gedir, bir gedirsə B gedir, Y gedir. Casus sözündə A və U yenə də qalın saitlər olduğu üçün ahəng qanuna tabedir. Ona görə 2-ni atıram. İlbəyli sözündə ancaq ahəng qanuna tabeliyi var, 3-ü atıram. Səadət sözündə həm Ə var, həm A var, ona görə götürə bilirəm, çünki ahəng qanuna tabe deyil. Zühur sözündə də həm Ü, həm U var, qalın incə olduğu üçün 5-i də götürə bilirəm. Blokada sözündə hər biri qalın saitdir. Tapşırıq sözündə də hamısı qalın olduğu üçün cavab olacaq 4-5 A variantı.